Şagirdlər, hörmətli abituriyentlər, bugünkü dərsimizdə qüvvə, Newtonun qanunları, Newtonun birinci, ikinci, üçüncü qanunu, ədalətlik, kütlə və sıxlıq haqqında məlumat verəcək. Birinci başlayaq qüvvədən. Qüvvə nədir? Qüvvə cisimlərin biri-birinə qarşılıqlı təsirini xarakterizə edən vektorial fiziki kəmiyyətdir. Adından da bəlli olduğu kimi qüvvə vektorial kəmiyyətdir. Yəni cisimlərin bir-birinə qarşılıqlı təsiri nədir? Yəni bir cisim digər cisimi itələdi, dartdı, ondan sonra qarşı-qarşıya gələrək bir-birlərindən toqquşdular. Bunlar hamısı qarşılıqlı təsir sayılır. Bu zaman bir cismin digər cisimə təsiri qüvvə anlayışı ilə əvəz olunur. Qüvvə vektorial kəmiyyətdir. F hərfi ilə işarə olunur. Qüvvə vahidi olaraq 1 Newton qəbul olunmuşdur. Əsas vahidlərlə ifadəsinə baxası olsaq, qüvvəmizin əsas vahidlərinin ifadəsi kiloqram metr bölünsün saniyə kvadratdır. Qüvvə dinamometr adlanan cihazla ölçülür və dinamometrin iş prinsipini burada qeyd edeyim, Hooke qanununa əsaslanır. Bu oldu bizim qüvvəmiz. İndi burada qüvvə əvəzləyici qüvvə anlayışımız var. Yəni bizim cismimiz var, hər hansısa bir M kütləli cismimiz var. Belə bir cismimiz olsun. Həmin cismə müxtəlif istiqamətlərdə qüvvələr təsir edə bilər. Məsələn, F1 qüvvəsi təsir edə bilər, F2 qüvvəsi təsir edə bilər, F3 qüvvəsi təsir edə bilər, F4 qüvvəsi təsir edə bilər və s. Yəni bir neçə dənə qüvvə təsir edə bilər cismə. Bu qüvvələrin hamısını bir qüvvə əvəz edə bilər. Yəni baxmayaraq ki, cismə 4 dənə qüvvə təsir eləyər, cismimiz tutaq ki, hərəkət eləyər sağa doğru. Artıq bu 4 dənə qüvvəni əvəz eləyən, yəni onları ifadə edə bilən qüvvə cismi hara aparır? Sağa doğru aparır. Bax, buna deyəcək biz əvəzləyici qüvvə. Tərif olaraq bu şəkildə deyəcək ki, cismə bir neçə qüvvə kimi təsir göstərə bilən qüvvəyə əvəzləyici qüvvə deyilir. Əvəzləyici qüvvə R və yaxud da FE ilə işarə olunacaq. Əvəzləyici qüvvəmiz cismə təsir edən qüvvələrin həndəsi cəminə bərabərdir. Yəni vektori cəminə bərabərdir. F1 plus F2 plus Fn düsturu ilə hesablanır. Burada biz əvəzləyici qüvvənin istiqamətinə görə, yəni qüvvələrin istiqamətinə görə əvəzləyici qüvvənin bir sıra tapılma üsullarından danışa bilərik. Birinci üsulumuz, tutaq ki, cismə təsir edən qüvvələrimiz eyni istiqamətdə yönəlir. Əgər qüvvələrimiz eyni istiqamətdədirsə, o zaman bizim əvəzləyici qüvvəmiz F1 plus F2, üzr istəyirəm, F1 plus F2 düsturu ilə hesablanır. Yəni eyni istiqamətdə yönələn qüvvələrin əvəzləyicisi elə onların modullarının cəminə bərabərdir. Sonra ikinci hal, əgər qüvvələrimiz bir-birinin əksi istiqamətində yönələrsə, o zaman bizim əvəzləyici qüvvəmiz F əvəzləyici bərabər olar modulda F1 çıxılsın F2. Bu nə deməkdir? O deməkdir ki, böyük qüvvədən kiçik qüvvəni çıxacaq və həmişə əvəzləyici qüvvə böyük qüvvə istiqamətinə yönələcək. Üçüncü halımız, əgər qüvvələr bir-birinə perpendikulyar yerləşərsə, qüvvələrimiz bir-birinə perpendikulyar yerləşərsə, o zaman bizim əvəzləyici qüvvəmiz kök altında F1 kvadrat üstə gəlsin F2-nin kvadratı ifadəsi ilə təyin olunacaq. Və nəhayət dördüncü halımız, dördüncü hal nədən ibarətdir? Qüvvələr arasında hər hansısa bir ixtiyari alfa bucağı 30 dərəcə, 60 dərəcə, 70 dərəcə və s. 120 dərəcə və s. Bu zaman bizim əvəzləyici qüvvəmiz kök altında F1 kvadrat üstə gəl F2 kvadrat üstə gəl 2 F1 F2 kosinus alfa düsturu ilə hesablanacaq. Bu əvəzləyici qüvvəmizin modulunun tapılması məsələsidir. Deməli, burada əvəzləyici qüvvənin ala biləcəyi maksimal və minimal qiymətlərimiz var. Bunu burada yazıram. Bizim əvəzləyici qüvvəmiz maksimum qüvvələrin cəmini ala bilər, minimum isə o qüvvələrin fərqini ala bilər. Məsələn, tutaq ki, bizə deyə bilər ki, cisimə F1 bərabərdir 10 Newton və F2 bərabərdir 5 Newton qüvvələr təsir edir. Deyir ki, bu qüvvənin əvəzləyicisinin ala biləcəyi qiymətləri tapın. Ona biz deyəcəyik ki, bizim əvəzləyici qüvvəmiz 15 Newtondan böyük qiymət ala bilməz, 5 Newtondan da kiçik qiymət ala bilməz. Yəni, əvəzləyici qüvvəmizin maksimal qiyməti 15, minimal qiyməti isə 5 Newtona bərabərdir. Belə. İndi burada söhbəti uzatmaq istəmirəm. Qüvvəmiz
məsələn, Y, X oxları üzərində, yəni cismə qüvvə bucaq altında təsir edirsə, əsas məsələmiz budur. Hər hansı bir qüvvəmiz var, tutaq ki, o qüvvəmiz cismə bucaq altında təsir edir. Məsələn, F qüvvəmiz var və cismimiz də buradadır, o cismə alfa bucaq altında təsir edir. Alfa bucağı altında təsir edən qüvvənin həmişə yadda saxlayaq, 2 dənə toplananı var. Biri X oxu boyunca, biri isə Y oxu boyunca. Həmişə yadda saxlamaq lazımdır ki, X oxu boyunca olan toplananımız qüvvə vurulsun kosinus alfa düsturu ilə hesablanacaq. Y oxu boyunca olan toplananımız isə qüvvə vurulsun sinus alfa düsturu ilə hesablanacaq. Bu F-Y bura paralel köçürəsi olsaq, düzbucaqlı üçbucaqda Fx bitişik katetdir, F-Y qarşıdakı katetdir. Bitişik katetin hipotenuza nisbəti kosinus, qarşıdakı katetin hipotenuza nisbəti isə sinus verir. Ona görə də qüvvənin həmişə bucaq altında təsir edən qüvvənin 2 toplananı var. Biri Fx-dir, F kosinus alfa, biri F-Y-dir, F sinus alfadır. Bax, bu əvəzləyici qüvvə, qüvvənin toplananlara ayrılması ilə bağlı ifadəmiz. Təbii ki, əvəzləyici qüvvəni biz vektorların üçbucaq qaydası ilə və paralleloqram qaydası ilə toplanması üsulundan da istifadə edə bilərik. Əvvəlki dərsimizdə vektorların paralleloqram qaydası ilə və ya da üçbucaq qaydası ilə toplanmasını qeyd etmişdim. O videodan izləyə bilərsiniz. İndi gəlirik Newtonun birinci qanununa. Newton birinci qanunda deyir ki, əgər bu cismə heç bir qüvvə təsir etməzsə, yəni elə hesablama sistemləri vardır ki, o cismə başqa cisimlər təsir etmirsə, yəni cismə heç bir qüvvə təsir etmirsə və ya bu təsirlər bir-birini tarazlaşdırırsa, bu zaman cisim ya sükunətdə qalar, ya da düz xətli bərabər sürətlə hərəkət edər. Görürsünüz, ifadəni ya ilə birləşdirir. Bu o deməkdir ki, yəni hərəkətdədirsə bərabər sürətlə hərəkət edər, amma sükunətdədirsə sükunət halını qoruyub saxlayar. Yəni Newtonun birinci qanununda bizim əvəzləyici qüvvəmiz sıfıra bərabərdir. Əvəzləyici qüvvəmiz sıfırdırsa və cisim hərəkət edirsə, nə cür hərəkət edəcək? Düz xətli bərabər sürətlə hərəkət edəcək. Yəni hərəkət zamanı cismin sürətinin modulunu deyirəm, zamandan asılı olacaq sabit asıllıq, yer dəyişmənin zamandan asıllıq qrafiki moduldan gedir söhbət olacaq düz mütənasiblik. Yəni Newton birinci qanunda bu ifadələr ödənəcək. Yəni cismə qüvvə təsir etmir və cisim ya sükunətdə qalır, ya da düz xətli bərabər sürətlə hərəkət edir. Yəni cisim sükunətdədirsə və ya düz xətli bərabər sürətlə hərəkət edirsə, demək ki, cismə təsir edən qüvvələrin əvəzləyicisi sıfırdır. Yəni cismə heç bir cisimlər təsir etmir. Newton birinci qanunun ödəndiyi hesablama sistemlərinə isə inersial hesablama sistemləri deyilir. Biz o sistemlərə inersial hesablama sistemləri deyəcəyik ki, həmin sistemlərdə təcil olmasın, təcil sıfıra bərabər olsun. O zaman həmin sistemlər inersial hesablama sistemləri adlanacaq. Bu oldu Newton birinci qanunu. Cismin öz sürətini sabit saxlaması hadisəsinə ətalətlik deyilir. Yəni öz sürətini və ya sükunət halını qoruyub saxlaması hadisəsinə ətalətlik deyilir. Cismin ətalətliyini xarakterizə edən fiziki kəmiyyətə isə cismin kütləsi deyilir. İndi burada cisim öz sürətini və ya sükunət halını saxlamaya ətalətlik dedik. Demək ki, Newton birinci qanunu biz ətalət qanunu deyə bilərik. İndi cismin ətalətini xarakterizə edən fiziki kəmiyyətimiz, skalyar fiziki kəmiyyətimiz kütlə adlanır. M hərfi ilə işarə olunur. Kütlə vahidi olaraq 1 kiloqram qəbul olunmuşdur. 1 kiloqram beynəlxalq vahidlər sistemində əsas vahiddir. Əsas vahid. Tərəzi adlanan cihazdan ölçülür. Qollu tərəzi, yaylı tərəzimizdə mövcuddur. Hal-hazırki dövrümüzdə elektron tərəzilərdən də istifadə olunur. Kütlə skalyar kəmiyyətdir, müsbət skalyar kəmiyyətdir. Yalnız ədədi qiyməti var, istiqaməti yoxdur. Kütlənin kiloqramdan başqa vahidləri varmı? Var. Ton var, sentiner var, qram var, milliqram var və s. Bunlar da kütlənin digər vahidləridir. Onların içərisində kiloqram əsas vahiddir. Yəni 7 əsas vahidimizdən biri də kiloqramdır. Saniyəni, zamanı öyrənmişdik. Ondan sonra kütləni öyrəndik. Bir də məsafə var idi. Metr, saniyə, kiloqram. Artıq 7 əsas vahidin 3-ünü öyrənmiş olduq. İndi cismin fəzada tutduğu yerə
cismin fəzada tutduğu yerə həcm deyilir. Həcm V hərfi ilə işarə olunur. Həcm də skalyar cəmiyyətdir. Həcm vahidi olaraq 1 kub metr nəzərdə tutulmuşdur. Həcm vahidi olaraq 1 litr də götürə bilərik. 1 litrimizi 10⁻³ kub metr qəbul edəcəyik. Həcmdə skalyar cəmiyyətdir. Menzurka adlanan cihazla ölçülür. Vahid həcmə düşən kütləyə sıxlıq deyilir. Cismin sıxlığı rho hərfi ilə işarə olunur. M/V düsturu ilə hesablanır. Sıxlıq vahidi olaraq 1 kiloqram bölünsün kub metr qəbul olunmuşdur. Bu olacaq cismin sıxlığı. Yəni kütləni həcmə böldükdə cismin sıxlığını tapmış oluruq. İndi burada sıxlıq məsələsi, sıxlıq M bölünsün V düsturu ilə hesablana bilər. Amma bizim sıxlığımızın asıllığı var. Yəni var bərk cisim, bərk və mayelər üçün, var qazlar üçün. Bərk cisimlər və mayelərdə sıxlığımız nə kütlədən, nə də həcmdən asılı deyil. Olacaq qrafikimiz sabit asıllıq. Amma qazlarda sıxlığımız kütlə ilə və həcmdən asılıdır. Bizim sıxlığımız kütlə ilə düz mütənasib asılıdır. Əgər burada həcmi sabit saxlasaq, bizim sıxlığımız həcmdən tərs mütənasib asılıdır. Əgər kütləni sabit saxlasaq. Buradan M bərabərdir rho vurulsun V düsturuna əsasən bizim kütləmiz həm sıxlıqla düz mütənasib asılıdır. Bizim kütləmiz həm də həcmlə düz mütənasib asılıdır. İndi bizim burada həcm olaraq qeyd edeyim kənarda. Ən çox qarşımıza çıxa bilər kürəvi cisimlər. Kürəvi cisimlərdə həcmin düsturunu 3-dən 4 pi(r) kubu yaza bilərik. Onda məsələn kütlə üçün rho V düsturunda kürəvi cisimlərin kütləsi üçün 3-dən 4 pi(r) kubu rho ifadəsini alarıq ki, biz bu düstura əsasən qeyd edəcəyik ki, kütləmiz kürəvi cisimlərdə radiusun kubu ilə düz mütənasib asılıdır. Belə, bu da bizim kütlə, sıxlıq və həcm anlayışımız. Sıxlıq, mayələrin sıxlığı aerometr adlanan cihazla ölçülür. Burada qeyd edeyim ki, yadınızda da qalsın. İndi keçirik Newtonun ikinci və üçüncü qanununa. Görək, Newtonun ikinci qanunu nədir? Biz qüvvəyə başlanğıcda tərif verdik. Qüvvəyə tərifi necə verdik? Dedik ki, qüvvə cismə hərəkət təcili verən səbəbdir. Bu nə deməkdir? Məsələn, tutaq ki, mən hər hansısa bir sürətlə hərəkət edirəm. Biri gəldi, məni itələdi. Məni itələyən kimi artıq mənim sürətim nə edəcək? Artacaq. Sürətim artdı, sürət dəyişdi. Sürət dəyişməsi nə idi? Təcil idi. Demək ki, qüvvə cismə hərəkət təcili verən səbəbdir. Yəni, səbəbkar qüvvədir, nəticəsi isə təcillə bərabərdir. Və Newton da həmən bu tərifdən önə çıxaraq qeyd edir ki, cismin hərəkət təcili ona təsir edən əvəzləyici qüvvə ilə düz, cismin kütləsi ilə tərs mütənasib olub əvəzləyici qüvvə istiqamətini yönlərir. Yəni, bu deməkdir ki, təcillə qüvvə həmişə eyni istiqamətdə hərəkət edəcək. Deməli, təcilimiz A bərabərdir. R yazıram, əvəzləyici qüvvəni R bölünsün M. Yəni, bu olacaq bizdən ötürü Newtonun ikinci qanunu. Yazıram, ikinci qanun. Buradan F ilə yazsaq, R ilə yazsaq fərqi yoxdur. Hər biriniz F-ə öyrəşmişsiniz. Ona görə də F yazıram. F bərabərdir MA ifadəsi isə Newtonun ikinci qanunun riyazi yazılışıdır. Bu düstura əsasən, qanuna əsasən cismin hərəkət təcili ona təsir edən əvəzləyici qüvvə ilə düz, mütənasib asılıdır. Əgər cismin kütləsini dəyişmiriksə və bizim təcilimiz kütlə ilə tərs mütənasib asılıdır, əgər əvəzləyici qüvvəmizi dəyişməsək. Vəssalam. Bu olacaq bizdən ötürü Newtonun ikinci qanunu. F bərabərdir MA düsturuna əsasən qüvvəmiz həm kütlə ilə, həm də təcillə
düz mütənasib aslıdır. Yəni Newtonun ikinci qanunu bu deməkdir ki, biz əvəzləyici qüvvəni tapacağıq və həmişə MA-ya bərabər götürəcəyik. Məsələn, bir neçə dənə nümunənin üzərindən izahımı verirəm və keçirik üçüncü qanuna. Məsələn, tutaq ki, bizə deyə bilər ki, kütləsi 2 kiloqram olan cismin hərəkət tənliyi verilmişdir. Məsələn, tutaq ki, Sx bərabərdir 2t üstə gəlinsin 3t kvadrat şəklində verilmişdir. Bizdən soruşur, tutaq ki, cismə təsir edən əvəzləyici qüvvə nəyə bərabərdir? Biz burada nə edəcəyik? Əvəzləyici qüvvə üçün yazacağımız tək düstur F bərabərdir MA-dır. M-imiz var 2 kiloqram, A yoxdur. A-nı hardan tapacağıq? Tənlikdən. Tənlikdə demişdik, t kvadratın qarşısındakini 2-yə vuranda təcil var. Demək ki, təcilimiz 6 metr bölü saniyə kvadrat. Vuracağıq 6-ya, əvəzləyici qüvvəni tapacağıq 12 Newton. Sonra, məsələn, tutaq ki, bizim cismimiz var. Cismimizin kütləsi 2 kiloqramdır və bu cismə təsir eləyir F1 bərabərdir 20 Newton, F2 bərabərdir, tutaq ki, təsir eləyir 10 Newton. Deyir ki, bu cismin hərəkət təcilini hesablayın. Bərabərdir suala. Deməli, biz nə edəcəyik? Bizim hərəkət təcilimiz A bərabərdir F əvəzləyici bölünsün M-dir. Kütləmiz var, F əvəzləyicimiz yoxdur. F əvəzləyicini hardan tapacağıq? Böyük qüvvə çıxılsın kiçik qüvvə. Niyə çıxdıq? Çünki qüvvələr əks istiqamətlə yönəlir. Eləcə 10 Newton gətirib yerinə yazırıq. 10 bölünsün 2 alacağıq 5 metr bölünsün saniyə kvadrat. Bu olacaq bizdən ötürü əvəzləyici qüvvəyə aid məsələlərimiz. Bir dənə də qrafiki məsələ verək. Tutaq ki, bizə belə bir sual verə bilər. Deyə bilər ki, bizə kütləsi 2 kiloqram olan cismin sürətinin zamandan asıllıq qrafiki verilmişdir. Məsələn, sürətin zamandan asıllıq qrafiki verilmişdir. Qrafiki bu şəkildə verib. Məsələn, bura yazıb 12, bura yazıb məsələn 4. Deyir ki, bu cismə təsir edən əvəzləyici qüvvəni hesablayın. Biz burada nə edəcəyik? Əvəzləyici qüvvə hesablayacağımıza görə F bərabərdir MA yazacağıq. M-imiz 2 kiloqramdır, amma təcili bilmirəm. Təcili hardan tapa bilərik? Sürət düsturundan. V böl T. Bu da 12 bölünsün 4. Təcili tapdıq. 3 metr bölünsün saniyə kvadrat. Gətirib yerinə yazırıq. Salam. Bu da olur 6 Newton. Bu da bizim Newtonun ikinci qanuna aid bir neçə dənə nümunə məsələ. Təbii ki, topludan nümunə məsələlərimizin izahını da verəcəm. Keçək Newtonun üçüncü qanuna. Newtonun üçüncü qanunu nə deyir? Deyir ki, qarşılıqlı təsirdə olan cisimlər biri-birinə modulca bərabər istiqamətcə əks qüvvələrlə təsir göstərir. Yəni, təsir əks təsirə bərabərdir. Yəni, bizdən ötürü olacaq F1 mənfi F2. Artıq qüvvələrimiz bərabər olduğuna görə, onda bizim təcillərimizin nisbəti kütlələrlə tərs nisbətdədir. İndi bizim təcilimiz A bərabərdir V böl T düsturundan hesablandığına görə təcil V ilə düz asılı olur. Ona görə kütləmiz də V ilə necə asılı olacaq? Tərs mütənasib asılı olacaq. Bu tipli məsələdə qarşımıza çıxa bilər. Yəni, Newtonun üçüncü qanununda qüvvələr sabitdir. Yəni, birinci cisim ikinci cisimə hansı qüvvə ilə təsir göstərərsə, ikinci cisim də birinci cisimə həmin qüvvə ilə təsir göstərər. Bu qüvvələr bir-birini tarazlaşdırmır. Ona görə tarazlaşdırmır ki, qüvvələr müxtəlif cisimlərə tətbiq olunur. Sonra eyni kütləli cisimlərə eyni təcil, müxtəlif kütləli cisimlərə isə müxtəlif təcil verir və eyni təbiətlidir. Yəni, birinci qüvvəmiz məsəl üçün elektromaqnit təbiətlidirsə, ikinci qüvvəmiz də elektromaqnit təbiətli olacaq. Bu da Newtonun üçüncü qanunu. Yəni, məsələn, tutaq ki, kütləsi 80 kiloqram olan cisim, adam, məsələn, kütləsi 70 kiloqram olan adamla toqquşdur. 80 kiloqram olan 70 kiloqramlıq adama 10 Newton qüvvə ilə təsir göstəribsə, 70 də 80-ə 10 Newton qüvvə ilə təsir göstərəcək. Newtonun üçüncü qanunu bundan ibarətdir. Belə, Newtonun üçüncü qanunu haqqında çox danışmağa ehtiyac yoxdur. Deməli, bizim bağlı cisimlərimiz var idi orada başlıq olaraq. Bağlı cisimlərimiz bu şəkildədir. Yəni, M1 kütləli cisimimiz, tutaq ki, M2 kütləli cisimimiz F qüvvəsi ilə dartılır. Yadda saxlamaq lazımdır ki, bağlı cisimlər həmişə eyni təcillə hərəkət edəcək. Yəni, bu cismin təcili ilə digər cismin təcili həmişə bir-birinə bərabərdir. Və həmin təcil sistemin təcili adlanır.
Sistemin təcili isə sistemi aparan qüvvə bölünsün ümumi kütlədir. Bunu deyəcək biz sistemin təcili. İndi bu ipdə yaranan gərilmə qüvvəsi anlayışı var. Yadda saxlamaq lazımdır ki, F qüvvəsi hər iki cismə təcil verir. T gərilmə qüvvəsi isə sadəcə M1-ə təcil verir. Və bu təcillər bərabərdir. Buradan T gərilməni bu məsələ üçün tapa bilərik ki, M1 vurulsun F bölünsün M1 plus M2 düsturu ilə hesablanacaq. Belə. Sonra bağlı cisimləri biz tərpənməz blok üzərindən göstərə bilərik. Məsələn, belə bir tərpənməz blokumuz var. Burada bizim M1 kütləli cisimimiz var və M2 kütləli cisimimiz var. Tutaq ki, M2 M1-dən böyükdür. Bu zaman burada yaranan gərilmə qüvvələri var. T1 və T2 iplərdə. Bu eyni ip olduğuna görə buradakı gərilmə qüvvələri həmişə bir-birinə bərabərdir. Birbaşa hazır düsturu deyəcəm, çıxarılışını ehtiyac yoxdur. Yəni istəsəniz çıxarılışını da yazmaq olar. Yəni əvəzləyici qüvvədən alınır çıxarışımız. Deməli, T'lərimiz bərabərdir və T'mizin hazır düsturu bu şəkildə olacaq. Ancaq bu məsələ üçün ödənir. 2M1 M2 bölünsün M1 plus M2 vurulsun J düsturu ilə hesablanır. Bu bağlı cisimlərdə sistemin təcili isə bu şəkildə hesablanacaq. Böyük kütlə çıxılsın kiçik kütlə bölünsün kütlələrin cəmi vurulsun J. Bax, bu T gərilməmiz və təcilimizin düsturu. İndi buna aid məsələ necə düşə bilər? Məsələ bu şəkildə düşə bilər. Tutaq ki, bizə blok verər. Blokdan müxtəlif kütləli cisimlər azar. Məsələn, M kütləli, M kütləli, M kütləli. Sağ tərəfdə də M kütləli, M kütləli. Artıq deyək ki, bizə sistemin təcilini tap. Mən yazacağım A sistem bərabər. Sol tərəfdəki böyük kütləmiz 3M-dir. Yazacağım 3M çıxılsın 2M bölünsün 3M üstə gəlsin 2M vurulsun J. Bu da bizdən ötürü eləyəcək J bölü 5. Yəni J'ni 10 götürsək cavabımız 2 metr bölü saniyə kvadrat. Belə. T gərilməni istəsə, bax bu ən yuxarıdakı T gərilmələri istəsə bizdən, onda o T gərilməni hazır düsturumuzdan istifadə edəcək. Yəni 3M vurulsun 2 vurulsun. 3M vurulsun 2M bölünsün 3M üstə gəlsin 2M vurulsun J düsturu ilə hesablanacaq. Məsələn, bu da bizdən ötürü eləyər 6, 12, 12 MC bölünsün 5. 2,4 MC yaza bilərik. Belə, bu olacaq bizim gərilmə qüvvəmizin düsturu bağlı cisimlərdə. Bu şəkildə məsələdən danışaq. Məsələn, tutaq ki, ipdir, ipin hər iki ucuna qüvvə tətbiq olunur. Məsələn, tutaq ki, 100 Newton və 100 Newton. Yadda saxlamaq lazımdır ki, bu ipdə yaranan gərilmə qüvvəsi o qüvvələrdən birinə bərabərdir. Əgər bizim ipimizin bir tərəfinə 100 Newton, digər tərəfinə 150 Newton qüvvə tətbiq olunarsa, o zaman ipdə yaranan gərilmə qüvvəsi bunlardan kiçiyinə bərabərdir, 100 Newtona bərabərdir və 150 Newton istiqamətdə artıq ip başlayacaq hərəkət etməyə. İndi bir dənə də tərpənməz blokla bağlı, gərilmə ilə bağlı belə bir sual verək. Məsələn, tutaq ki, bizə tərpənməz bloku verər. Burada yazar 2 dənə M. Burada yazar 3 dənə M. Və bizə bu aşağıdakı gərilmə qüvvəsini verər 10 Newton. Və bizdən istəyər buradakı gərilmə qüvvəsini, F gərilmə. Deməli, baxırıq nəyə? Burada sistemin təcili eyni olduğuna görə qüvvə kütlə ilə düz asılıdır. M kütləli cismin 10 Newton qüvvə yaradırsa, onda 3M kütləli cisim 30 Newton qüvvə yaradırsa. Bura 30-dursa, onda burada 30 Newton olacaq. Artıq 2M'in yaratdığı 30 Newton'dursa, hər bir M-ə neçə Newton düşəcək? 15 Newtonluq qüvvə düşəcək. Bu tipli məsələ ilə də biz gərilmə qüvvəsini tapa bilərik. Gərilmə qüvvəsi bəzi məsələlər üçün verdik, amma bu bütün məsələlərə eyni bu düsturu tətbiq edə bilmərik. Yalnız bu tip məsələlər üçün. Yəni hər bir məsələdə
gəlmə qüvvəsi əvəzləyici qüvvədən çıxır. Əvəzləyici qüvvədən yaranır. Qısa şəkildə ümumi mövzunu təkrar etmək üçün ümumi məlumatları verdim sizə. Yəni siz burada məndən daha uzun şəkildə gözləməyin. Çünki qısa şəkildə əsas düsturların çıxarılışını vermədən birbaşa düsturları yazırıq ki, düsturlar sizin təkrar yadınızda qalsın. Diqqətinizə görə təşəkkür edirəm. Kanalımıza abunə olmağı unutmayın. Bəyənin, paylaşın ki, digər şagirdlərimiz də faydalansın. Sağ olun.